Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Sevint Aymaz xəbər verir ki, rayonun Niyazoboy kənd sakini və həmin kənd məktəbinin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Bağırov Elçin Elmanoğlu göldə boğularaq dünyasını dəyişib. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Elçin atası ilə birlikdə iri buynuzlu naxır sürüsünü sahədən gətirən zaman itkin düşüb. Axtarışlar nəticəsində onun cəsədi səhər saatlarında ərazidə yerləşən göldə tapılıb.